Baxın, baxın. Kəndimizin fəallarına. Gör nə gözəllik var kəndimizdə. Kəndimizdə belə bir gözəllik var. Sağ olsunlar. Kəndimizin xanımlarından. Allah var eləsin onları. Büyünlər onlar özləri də təşəbbüs buyurublar, gəliblər. Özləri öz məharətlərini burada göstərirlər. Hər bir şəxs üçün Allah kömək olsun. Hamımız işləyib, yorulub gəlmişik. Buradası xanımlar yeməyimizi, içməyimizi burada hazır eləyirlər. Hətta o bizdə deyirdilər kəfşən göyü. Kəndimizdə bunlar buradan kəfşəndən qəşəng tərə yığdılar, göy pencər yığıblar. Yaxşı burada kətə, ondan sonra fəsəli necə lazımdır. Var olsunlar. Həmişə kişilərdən çəkilib paylaşırdıq. İndi bu günləri kəndimizin zəhmətkeş qadınlarının çəkilişidir bu. Sağ olsunlar hamısı. Allah var eləsin. Hər biri evindən, eşiyindən olub bu günləri kəndimizdə aparılan bu xeyirxah işdə hər biri öz dəstəyin göstərir. Həmin mənəvi, həmin maddi. Bu səfərki çəkiliş kəndimizin xanımlarına aiddir. Var olsunlar hamısı. Sağ olsunlar. Burada büyünləri bunlar özləri necə lazımdır. Burada işləyənlərin hamısının yemək içməyin bunlar təşkil edir. Var olsunlar.